İkinci turdayıq və bizim 6 nəfər iştirakçımız var. Onlardan yalnız 3'ü 3-cü tura keçəcək və 3-cü tura keçən iştirakçılarımıza Selt şirkəti 50 AZM məbləğində ingilis dili və kompüter kursları kuponu təqdim eləyəcək. Selt şirkəti Azərbaycanda ingilis dili və kompüter kursları, xaricdə təhsil, TOEFL və TESOL proqramlarının mükəmməl dərəcədə mənimsənilməsinə zəmanət verir. Ünvan Həzi Aslanov küçəsi 109 Nizami Kinoteatrının yanı. Telefon 012 493 77 42. Bizim birinci turda ən çox bal toplamış iştirakçımız Nicatdır. Nicat 9 bal toplamsan heç gözləyirdin belə nəticəni? Sözün açıq xeyr gözləmirdim, amma qismət gətirdi. Təqdimatda bildirdin ki, ağıl dəryasına gəlməkdə məqsədin özünü sınamaqdır. Hələlik ki, sınaqdan necə çıxırsa? Hələ ki, kafidir, baxaq görək. Hələlik ki, yaxşıdır. İndi görək, ikinci turda sən necə nəticə göstərəcəksən. İkinci turda suallarımız bilirsən ki, sürətli səslənir. Bunu bacaracaqsan? Çalışaram, bacaram. Müəllimə sinifdə sual cavab eləyəndə tezmi əl qaldıranlardan olursan? Hərdən yox, baxır sualı. Bildiyim sualı sərvətdir, tez qalır. Aha, Nicat. Bir dənə də sənə kənar bir sual verim. Səncə ailədə kişinin və qadının vəzifələri necə olmalıdır? Hansının vəzifəsi daha çoxdur, daha çətindir? Ancaq əlbəttə kişinin vəzifəsi daha çətindir. Səncə, sən belə düşünürsən? Bəli. Məncə qadınların işi daha çox olur. Siz nə edirsiniz ki, gəlirsiniz evə, oturursunuz televizorun qabağında? Mən baxır ailəyə. Yaxşı, sən demək istəyirsən ki, sən də kömək eləyəcəksən evdə. Yaman bilmək olmaz. Ay, yaxşı, oyuna hazırsan? Bəli. Nicat, vaxt getdi. Maniyəsiz tələffüz olunan səslər nə deyilir? Düzdür. Amper nəyin ölçü vahididir? Pas. Cərəyan şiddətinin ikinci Fahid Mehmet. İstanbul. Konstantinopol. Konstantinopol düzdür. RNT abreviaturasının açılışı nədir? Ribonoksin. Pas. Ribonuklein turşusu hansı eposa görə Azərbaycan ədəbiyyatının ideoloji əsasını İslam dini təşkil edir? Hansı? Dədə-Qorqud. Düzdür. Sönməmiş əhəng hansı maddənin texnikadıdır? Kalsium oksidin cüzə vergisi kimlərdən alınırdır? İslamoniya həldən. Xristiyanlardan kəssə hər kəs tökülən qanun izini qurtaran dahi olur yer üzünü. Misralar Hüseyin Cavidindir. Oktan ədədi nəyin detonasiya davamlılığını kəmiyyətçi xarakteriz edir? Benzinin hürofilik təriqətinə etiqad edənlər varlığın sirrini nədə görürlər? Pas. Hərflərdə Azərbaycanda şərq çinarı hansı qorğuda saxlanılır? Bəs sitçay elektrik cərəyanını yaxşı keçirən cisimlər necə adlanır? Naqillər 17-ci əsrdə Azərbaycan Xəzəryanı bölgələrinə quldurluq məqsədi ilə hücum edən don kasablarına düzdür. Azərbaycan çayları hansı ölçəyə aiddir? Xəzər dənizi. Düzdür. Ən böyük rayonlaşdırma vahidi nədir, Nicat? Ən böyük rayonlaşdırma vahidi. Bilmədin? Ölkədir. Nicat, sən 6 bal topladın və bizim növbəti iştirakçımız Şahlardır. Şahlar, sən birinci turda 8 bal toplamışdın. Sən necə bu nəticəni gözləyirdin? Hardasa gözləyirdim. Aha, səni dünya sirləri maraqlandırır. Yəni bir açıqla görək. Ümumiyyətlə, dünyada baş verən sirli hadisələr, misal göstərmək olar, yad planetlərin görünməsi və yaxud Misir ehramlarında ruhların gəzişməsi, süpərlərin mövcudluğu haqqında bu kimi şayələrin doğru olub olmadığı, eyni zamanda bunların hamısı yəni, mənə maraqlı gəlir. Süpərləri mövcuddur, səncə Şahlar? Tam da inkar etmək olmaz, yəni. Aha, aydındır. Yaxşı, sən necə o süpərsini təsəvvür edirsən? Necə bir süpərsinin rastına çıxmağını istəyərdin? Yəni görünüşcə. Görünüşcə deyilənə görə süpərlər çox gözəl olur. Amma sən mənim sualımı tutmadın, ay Şahlar. Mən o sənin rastına çıxan süpərisindən danışıram. Sən necə təsvir edirsən onu? Təsəvvür edirsən özündə. Görünüşü bir, nə bilim, saçı qara, yoxsa sarı, uzun, yoxsa qısa. Hər halda süpərsinə oxşuyursa, yəqin ki, sarı və uzun olar. Sənə gələcəkdə o süpərsinə bənzəyən qızla uğurlar və oyunumuza başlayaq. Vaxt getdim. Hansı poemanın birinci səsi Şərəfnamə adlanır? İskəndərnamə. Sənayedə su qazı əsasında alınan doymuş hidrogenlər qarşılığı necə adlanır? Benzin sintin dünyanın ən böyük limanı hansı ölkədə yerləşir? İngiltərə. Hollandiya yenidən qurma siyasətini SSR'də kim başlamışdı? Stalin. Qarbaçov. Daxili sekresiya vəzlərinin hazırladığı bioloji fəal məddələrə nə deyilir? Hormonlar, Şeyx Şəfi xalçası hansı muzeydə saxlanılır? Topqapı. Victoria və Albert muzeyində, Londonda. Volt nəyin ölçü vahididir? Gərginliyin.
Düzdür. Eşqdir Mehrabı Uca Göylərin sözləri Nizaminin hansı Yeddi qaymasındandır? Xosro və Şirindən sitrus meyvələrinin tərkibində C. hansı vitamin daha çoxdur? C vitamini. Bütün tərəflərə bərabər olan Bərabər şücaq tərəfli necə şücaq. adlanır? Bərabər tərəfli. Girdman dövlətinin ən Cavanşir. görkəmli xadimi. Düzdür. Azərbaycanın hansı şəhərini kimyaçılar şəhəri Sumqayıt. adlandırırlar? Bu da düzdür. Tunisin dövlət dili Tunis. hansıdır? Ərəb. Ərəb dili. 1-ci Napoleonun sonuncu döyüşü tarixi Waterloo. hansı adla Waterloo. düşdü? Waterloo. Düzdür, uşaqlar. Uşaqlar, sən 8 bal topladın, nəticəndən razı qaldın. Normal. Məncə razı qalmaq olar və növbəti iştirakçımız Şəmidir. Şəmi, sən də birinci turda 8 bal toplamışdın. Nə düşünürsən? İndi neçə bal toplaya bilərsən? Daha çox. Daha Çalışacağam, çox. Daha çox. Şəmi, Rus bölməsində oxuyursan, adətən Rus bölməsində oxuyan uşaqlar biraz çatdıra bilmirlər. Tez sinxron tərcümə elədiklərindən səndə alınır bu sinxron Çalışacağam. tərcümə. Amma Rus bölməsindən qaliblərimiz də var. Şəmi, həyatda hansı prinsiplə yaşayırsan? Birincilərdən olmaq. Birincilərdən olmaq üçün nə edirsən? Çalışıram, dərslərimi oxuyuram. Bəs ən böyük arzun nədir? Layiqli vətəndaş olmaq. Birincilərdən olmaq və layiqli vətəndaş olmaq. Hansı fənlər daha yaxşı oxuyursan? İkinci qrupa hazırlaşıram öz fənlərimi. Kim olmaq istəyirsən, nəçi olmaq istəyirsən? İqtisadçı. Şəmi, sənə savadlı iqtisadçı olub birincilərdən olmaq və vətənə layiqli vətəndaş olmaq arzulayıram. Şəmi, vaxt getdi. Birinci təxmin mühasibə 1565-ci ildə Azərbaycanda ləğv etdiyi tamğa vergisi, sənətkarlar və tacirlər, aksion nəyin uzun çıxıntısıdır? Neyron. Düzdür. Qobustan qayalarında hansı rəqsin təsvirləri var? Mezalit yallı. Yallı, düzdür. Sərsəng su anbarı hansı çayın üzərində Tər. tikilmişdir? Düzdür. Azərbaycanda elat başçıları hansı titul daşıyırdılar? Elxan. Düzdür. Haqa şəhəri hansı ölkədə yerləşir? İsveçrə. Niderland. Somatotrop nə harmonudur? Pas. Boy harmonu. Səfəvilər dövlətində baş qazi necə adlanırdı? Vəkil. Şeyxülislam. Ədəbiyyatımızda Füzulidən sonra ikinci böyük qəzal ustadı Şirvanidir. Atlantik okeanının ən vahiməli adaları hansı sayılır? Kanar. Bermud adaları hökümdarların tərifinə həsr olunmuş şeir necə adlanır? Pas. Mədhiyyə 1000 watt neçə kilovatdır? 1. 1 kilovat ədəbiyyatda sarkazm nədir? Satira. Pas. Kinayəli gülüş herbisidlər hansı bitkilərlə mübarizə üçün istifadə edilir? Bir dəqiqə. Yoxsun. Bir dəqiqə. Herbisidlər hansı bitkilərlə mübarizə üçün istifadə edilir? Hansı bitkilərlə mübarizə? Bilmədin? Sarnya. Dinən bir də rus dilində deyirsən də alaq otları, düzdür. Şəmi, sən 6 bal topladın. Mən belə düşünürəm ki, sən Rus bölməsində oxuduğundan bu suallar sənin üçün Rus dilində səslənsəydi, sən daha çox bal toplaya bilərdin və sənin sonuncu sualını da sən Rus dilində dedin. Biz onu düzgün cavab kimi qəbul elədik, çünki düz idi cavabın. Növbəti iştirakçımız Hüseyndir. Hüseyn, necəsən? Nə düşünürsən? Keçə bilərsən o iştirakçıların ballarına? Mənə gəlir ki, yox, keçəməm. Keçə bilməzsən. Niyə özə belə əmin deyirsən? Baxarıq, indi görək necə olacaq. Sən Baku Oxford School'da oxuyursan. Təhsiliniz İngilis dilindədir. İngilis dilindən başqa da bir xarici dil bilirsən? Bəli, Hansı? fransız dilini. Hansı? Fransız dilini. Fransız dili bilirsən. Nə deyə bilərsən bizə fransızca? Comment tu t'appelles? Je m'appelle Hüseyin. Enchanté. Enchanté. Je m'appelle Nigar. Enchanté. 5-ci sinif proqramı. Yaxşı, Hüseyin. Sənə belə bir sual verim. Səncə ideal həyat yoldaşı necə olmalıdır? İdeal ümumiyyətlə heç nə yoxdur, ancaq biri-birini tamamlayan insanlar bir-birinə rast gəlirsə, mənə elə gəlir ki, onlar elə ideal sayıla bilərlər. Oyuna hazırsan? Onda başlayaq. Vaxt getdi, Hüseyin. Yerimə qaçma kimi reaksiyaları hansı beyin tənzim edir? Pas. Ara beyin. Süleyman Rüstəm öz şeirində hansı şəhərin hüsnünə baxdıqca gözü doymurdu? Təbriz. Düzdür. Orta əsrlərə yaxın şərqdə, eləcə də Azərbaycanda sənətkarların birləşdikləri sex təşkilatları necə adlanıb? Pas. Əsnaf, dalğalara aid edilən hansı hadisənin adı latıncadan tərcümədə sındırılmış mənasını verir? Qaya dağlar. Difraksiya, Qafqazda ən çox günəş radiasiyası alan ölkə hansıdır? Azərbaycan. Düzdür. Qan, limfa, qığırdaq, sümük, piy toxumalar hansı toxumaya aiddir? Birləşdirici Azərbaycan şeirinin ana vəzni hansı vəzni hesab olunur? Əruz vəzni. Heca vəzni. Dünyanın ən böyük qitəsi hansıdır? Asiya. Asiya. İllik yağıntının mümkün buxarlanma nisbəti necə adlanır? Pas.
Rütubətlənmə əmsalı Mikail Müşfiqin mətbuatda çap olunan Pas. ilk şeiri olub bir gün. Quru landşaftda hansı siniflərə ayrılır? Pas. Dağlıq və düzənli dielektrik nüfuzluğunun vahidi varmı? Dielektrik Dielektrik nüfuzluğunun yoxdur. vahidi? Cavabın Yoxdur vahidin. düzdür. Yoxdur. Hüseyin, sən 4 bal topladın. Nəzərə alsaq ki, sən ingilis bölməsində oxursan, ingilis dilində oxursan, başa düşmək olar ki, sənin üçün bu suallara cavab vermək çətindir. Bizim növbəti iştirakçımız Turaldır. Sən sıradan biri deyilsən, Tural. Olmamağa çalışıram. Bunun üçün nə etmək lazımdır? Nə edirsən bunun üçün? İlk öncə mənəvi dəyərlərimizi öyrənmək, insan olmağa çalışmaq. İbadət edirsən. Bəli. İslam dininin hansı vacib şərtlərinə əməl edirsən? Ailədən kənar olmadığım üçün həcc, zəkat, yəni müstəqil bir insan olmadığım üçün bəzi şeyləri yerinə yetirmirəm, amma öz öhdəmə düşən mövzularda yerinə yetirməyə çalışıram. Namaz qılırsan, Bəli, oruç tutursan bəli, və kəlmə şəhadəti də bilirsən. təbii ki. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən abduhu və rəsulu. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Məhəmməd onun qulu və rəsuludur. Təşəkkür eləyirik. Oyuna hazırsan? Bəli. Sıradan biri olmayan Turalla oyuna başlayırıq. Vaxt getdi. Spartaka qarşı həlledici döyüşdə Roma legionuna kim başçılıq edirdi? Pas, Kras, ardıcıl birləşdirilmiş kondensator və sarğacın ibarət sadə elektrik dövrəsinə nə deyilir? pas, Rəqs konturu. Pambıq dastanı və səsli qız poemalarının müəllifi Əhməd Cavaddır. Bakı Dövlət Universiteti neçənci ildə yaranıb? 1968 19. Anemiya nədir? qanancılıq. Düzdür. Mangistau körfəzi hansı dənizə aiddir? Pas edin. Xəzər dənizinə gələcək gün romanının müəllifi kimdir? Mirzə İbrahimov. Düzdür. Qazlardan elektrik cərəyanının keçməsi prosesinə nə deyilir? Pas, Qaz boşalması muson ərəb dilindən tərcümədə nə deməkdir? külək, dək. Mövsüm. İlyas Əfəndiyevin Sən həmişə mənimləsən əsəri hansı Roman. janrdadır? Dram. Suyun və qidanın tərkibində hansı maddə çatışmazlıqda? Yod. Zob xəstəliyi, yod. Araz çayı hansı kəndin ərazisində Kür çayı ilə qovuşur? Pas, Su qovuşan Indira Gandhi kimin qızıdır? Aganda, Gandhi, Cəvahirlər, Cəfər- Nehru, Zərdüştlər nəyə sitayiş edir? Oda, Düzdür. Abaskun, Gürkan, Teylisan və s. adalarla hansı dəniz adlandırılıb? Abaskun, Gürkan, Taylesan və s. adlarla hansı dəniz adlandırılıb? Abaskun, pas. Düzgün cavab Xəzər dənizi. Tural, sən 4 bal qazandın, səndən başqa Hüseyin də 4 bal qazanıb. Hələlik ki, siz 3-cü tura keçə bilmirsiniz. Şahlar 8 balla, Şəmi və Nicat isə 6 balla keçə bilirlər 3-cü tura və bizim növbəti iştirakçımız bu 2-ci turun sonuncu iştirakçısı Mehbarədir. Mehbara bizim həm də yeganə xanım iştirakçımızdır. Mehbarə, nə düşünürsən? Sən bu 5 nəfər oğlana qalib gələ bilərsənmi? Buna əvəzdən deyə bilmərəm. Mehbarə, rəfiqələrin var. Var. Yaxşı qızlardır. Yaxşı. Sayılır. Onları hansı cəhətindən görə seçimsən? Necə olub məhz onlarla rəfiq olmusan? Ətrafda çoxlu qızlar ola. Həm səmimiliklərinə görə, həm də inandığıma görə onlara. İnanırsan. Bəli. Yaxşı, arzu edirəm ki, onlar sənə qarşı heç vaxt xəyanət eləyib, sənin onlara olan inamını qırmasınlar. Oyuna hazırsan? Bəli. Mehbarə, vaxt getdi. İşıq enerjisini elektrik enerjisinə çevirən qurğular necə adlanır? Fotoelement. Fotoelementlər. Kitab-ı Dədə Qorqud dastanının bir nüsxəsi Almaniyanın hansı Dresden. muzeyində saxlanır? Dresden. Düzdür. Möminə Xatun türbəsinin memarı kimdir? Memar Əcəmi. Düzdür. Dəyişən cərəyanı düzləndirmək üçün işlənən yarım keçirici Diod. cihaz. Düzdür. Tac Mahal tarixi abidəsi hansı ölkənin ərazisindədir? Hindistan. Düzdür. Azərbaycanda yetişdirilən Samsun, Trabzon hansı bitki növləridir? Düzdür. Sağlığında qiymət verin insanlara misrası kimə məxsusdur? Pas. Cabir Novruzda bədəninizdə ən iri vəzi hansıdır? Qaraciyər. Düzdür. Ayasofya məbədi hansı şəhərdə yerləşir? İstanbul. Düzdür. Qan plazmasının əsas hissəsini Su. təşkil edir. Düzdür. Mədən seyflik inşasının iltihabı necə adlanır? Qastrit. Düzdür. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı hansıdır? BMT. Düzdür. Odun müqəddəsliyinə etiqad necə adlanır? Zərdüştlük. Düzdür. Atəşpərəstliyi milli mətbuatımızın banisi kim hesab olunur? Zərdabi. Düzdür. Avstraliyanın yerli sakinləri necə Aborigen. adlanır? Aborigenlər. Düzdür. Mehbarə, heç bildin neçə bal topladın? Neçə suala cavab verdin? Bayaqdan deyirdin ki, özümə əmin deyiləm, nə bilim, inanmıram.
14 suala sən düzgün cavab verdin. 15 sual səsləndi. Ondan 14-ünə düzgün cavab verdin. Mən səni təbrik edirəm. Sən rekord vurdun. Hələ ki, bugünə qədər 14 suala düzgün cavab verən olmamışdı. Və sizin ballarınızı sadalayıram Mehbarə. 14 bal. Şahlar 8 bal. Sizin hər ikiniz 3-cü turdasınız. Nicat və Şəmi, siz 6 bal toplamısınız hər biriniz və sizin üçün əlavə sual səslənəcək və sizdən biriniz keçəcəksiniz 3-cü tura. Hüseyn və Tural, mən sizi uşaqlar yenə də gözləyirəm. Siz 3-cü tura keçə bilmədiniz, qeydiyyatdan keçin, yenə də gəlin oyunumuzun iştirakçısı olun. Gördüyünüz kimi tribunaların arxasında 2 nəfər iştirakçı qalıb, Şəmi və Nicat və indi sizin üçün əlavə sual səslənəcək, diqqətli olun. Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilməsindən neçə il sonra İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi? 18 il, 5 il, 10 il, yoxsa 8 il vaxt getdi? Vaxt bitdi, cavab variantlarınızı seçin. Düzgün cavab variantı B bəndidir, 8 ildir və Nicat, mən səni təbrik edirəm, sən 3-cü tura keçid aldın. 2003-cü ildən 95-ci ili çıxanda qalır 8 il. Və hörmətli tamaşaçılarımız, biz 2-ci turun sonuna gəldik, çatdıq. 1-ci turda 12 iştirakçı ilə başladıq oyuna. 2-ci tura 6 nəfər iştirakçımız keçdi və 3-cü turumuzun 3 ağıl dəryası artıq məlumdur. Onların adları Mehbarə, Şahlar və Nicat. Onlarla 3-cü tura qısa bir fasilədən sonra başlayacaq. Hələlik isə aynısı reklamlardır.